Avropa Komissiyasının prezidenti Ursula von der Leyen'in Ermənistana gözlənilən səfəri hakimiyyət daxilindəki bəzi dairələrdə də narahatlıq yaradıb. Global Info xəbər verir ki, bu barədə Hraparak qəzeti yazıb. Bir neçə ay əvvəl Avropa forumunun keçirilməsindən və xüsusilə Ukrayna prezidenti Volodymyr Zelenskinin səfərindən sonra Rusiya ixrac məhdudiyyətləri formasında sanksiyalar tətbiq etmişdi. Hakim Vətəndaş Müqaviləsi komandasının bəzi ayıq düşüncəli üzvləri də bunu əvvəlcədən proqnozlaşdırmışdılar. İndi həmin şəxslər hesab edirlər ki, Leyenin səfərindən sonra Rusiya ikinci iri sanksiyalar paketində tətbiq edə bilər deyə məlumatda qeyd edilib. Bildirilir ki, iyulun 1-i və 2-sində baş tutacaq Avropa nümayəndə heyətinin səfəri parlament seçkilərindən sonra və Konstitusiya Məhkəməsinin qərarı açıqlanmamışdan əvvəl Nikol Paşinyana göstərilən xüsusi dəstək jestidir. Stat. Lakin bunun nəticələrini ilk növbədə sadə vətəndaşlar, xüsusən də sahibkarlar öz üzərində hiss edəcəklər. Statın sonu. Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula von der Leyen iyulun 2-sində Ermənistana səfər edəcək. Səfər çərçivəsində o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcək. Tərəflərin iki tərəfli münasibətlər, regional məsələlər və əməkdaşlığın perspektivlərini müzakirə edəcəyi bildirilir. Erməni mediasının məlumatına görə danışıqlardan sonra Ursula von der Leyen və Nikol Paşinyan birgə bəyanatlarla çıxış edəcək. Həmçinin media nümayəndələrinin suallarını cavablandıracaqlar. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.